Salam əziz izləyicilər. Bu günləri IC proqramı necə qoşulduğunu göstərsəm. Ayarlara daxil olub burada ICSEE. Bu proqramı yazdıqdan sonra telefonunuza daxil olub burada ayarlarına. Və burada icazələr var. İlk öncə bildirişlər icazə verilir. Sonra daxil olsunuz, gəls burada takip etməyə izin ver. Xeyr, buna icazə vermirsiniz. Sonra burada yerel ağ, hücrə serveri hamısına icazə var. Əla. Gəlir burada IC proqrama daxil olub. Və proqrama daxil olarkən sizdən qeydiyyatdan keçmək istəyir. Burada kaydola basıb kaydda ola bilərsiniz. Və yaxud da burada iPhone-larda iPhone, Samsung-larda isə Google işarəsi olur. Burada bir dənə quş qoyuruq bura və iPhone-u vururuq. iPhone vurduqdan sonra giriş yapırıq və telefonun iPhone-la qeydiyyatdan keçəcəyində adreslə. Və gördüyünüz kimi qeydiyyatdan keçdik. Və burada izin veririk hər şeyə. Burada hər şeyə izin veririk. Plus vurdu, burada izin verilib hər şeyə. Və telefona proqram kameranı əlavə edərkən IC proqrama Bluetooth açıq olmalıdır. Bluetooth açıq olmalıdır. İndi sizə proqramın necə qoşulurlar, kameranı necə qoşulurlar proqrama onu göstərəcəm. Yəni saxlayacağım.